Uzun illərin həsrətindən sonra Ağdama dönüş sadəcə bir köç deyil, bir xalqın ürəyindən süzülüb gələn nisgilin, ümidin və sədaqətin səsidir. Bu, torpaqla insanın qovuşması, daşla ruhun danışması, köklə budağın birləşməsidir. Hər addımda biz doğma yurda doğru irəliləyirik. Ayaq izlərimiz torpağa düşür, amma səslərimiz tarixə yazılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı artıq Ağdamda da gerçəkliyə çevrilir. Ailələr mərhələli şəkildə qayıdır. Elə bu gündə 153 nəfərdən ibarət 37 ailənin ürəyindəki nisgil vüsala çatdı. Bir zamanlar susqun, dağıdılmış divarların arxasında gizlənən həyat indi yenidən doğulur. Daş üstündə daş qalmayan Qafqazın Xirosiması bugün sakinləri ilə abadlaşır. İlk dəfə mayın 10-da Kəngərliyə qayıdan ailələr qonşularını dədə-baba yurtlarında qarşılayır. Öz doğma yurt yuvamıza qaydırıq. Getmişəm, baxmışam, yaxşı evlərdir, şəraiti, hər bir şeyi. Mərasim evindən belə tikiblər. Kətdə bütün kommunal hamısı yaxşı vəziyyətdə, yaxşı, çox gözəl, xoşumuza gəlir. Allah indən belə bizə pis günlər göstərməsin. Çox sağ olun, minnətdarım. Şükür Allah'ın böyüklüyünə bugünü gördük. Prezidentimizə çox minnətdarıq. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Onlar qan töküb alıb bu torpağı bizim üçün. Həddi hüdudu yoxdur bizim sevincimizin. Şükür Allah'ın yenə də yaradanımıza. Bugünü gördük. Ağdamdan çıxanda mənim 30 yaşım vardı. İndi hal-hazırda 63 yaşında öz torpağımıza, öz vətənimizə gedirik. Mən prezidentimizə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların səyağında biz torpağımıza qayıtmışıq. Necə sevincimin həddi yox ki, öz ana torpağıma qayıt gedirəm, öz torpağıma qovuşuram. Bir ona sevinirəm mən. Nənəm, babam deyirdi ki, Kəngərli o qədər gözəldir ki, yəni gedib görəcəksən. Bugün gözləyirəm ki, Ağdamı görmək və orada istəyirəm ki, həkim olmaq istəyirəm. Yəni arzu edirəm ki, orada xəyalımı qurum, həkim işləyim. Azərbaycan azad və suveren ərazilərində quruculuqla məşğuldur. Azərbaycanın öz yolu var, maraqlarına uyğun siyasət yürüdür. Elə yol demişkən, daş üstündə daş qalmayan torpaqlarımızda yolumuzu da yenidən qururuq. Ağdam, Əsgəran, Xocalı, Xankəndi avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bu, bizə 32 il gedə bilmədiyimiz yolu rahat və təhlükəsiz şəkildə 4 saatdan qısa müddətdə getməyin mümkünlüyünü vəd edir. Ağdam, Əsgəran, Xocalı, Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq. Kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək. İşğaldan sonraki dövrdə bir çox önəmli infrastruktur obyekti istifadə verilib. İlk növbədə yollar, Ağdam, Bərdə yolu yenidən quruldu. Sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam, Xankəndi yolu inşa edilir. Bu da Bərdə, Ağdam yolu kimi dözdolanlı yol olacaqdır. Dəmir yolu çəkilir. Yəqin ki, bu il istifadə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Ağdam ucalan qürurun, dirçələn yaddaşın, sönməyən ümidin şəhəridir. Ağdam səssizlikdən səsə, xarabalıqdan həyata dönən vətəndir. Növbəti qayıdışımız mübarək.